Benim güzeler, işimi tezeler, şeyler gezer, benim şeyler gezer. Sumqayıt şəhərində Sumqayıt bulvarı ərazisində inşa edilən Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzində möhtəşəm muğam axşamı keçirilib. DİM mediası xəbər verir ki, Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənəti təqdim olunub. Tamaşaçılara unudulmaz və yüksək zövqlü musiqi anları yaşadılıb. Qeyd edək ki, Sumqayıt bulvarında yerləşən bu möhtəşəm mədəniyyət ocağı müasir memarlıq üslubu, yüksək texniki imkanları və 400 nəfərlik tamaşaçı tutumu ilə şəhərin mədəni həyatında xüsusi yer tutur. 2019-cu il noyabr 21-də istifadəyə verilən mərkəz bugün artıq regionun aparıcı mədəniyyət məkanlarından birinə çevrilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən son illər şəhərdə həyata keçirilən geniş miqyaslı quruculuq və abadlıq işləri, o cümlədən mədəniyyət sahəsinə göstərilən xüsusi diqqət vurğulanıb. Bildirilib ki, bu cür tədbirlər milli mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Muğam axşamını Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, idarə və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər, eləcə də ictimaiyyət nümayəndələri izləyib. Səhnəyə çıxan ifaçılar öz yüksək səviyyəli ifaları ilə tamaşaçıların böyük rəğbətini qazanıblar. Onların ifasında səslənən muğam parçaları milli musiqimizin dərinliyini, emosional zənginliyini və bədii gücünü bir daha nümayiş etdirib. İfaçıları peşəkar musiqiçilər müşahidə edib. Adından özüne, dastana
Senin derdini açmak değil, esla sana yayamayım. Öldürür seni, bir derdin Sensiz canlanmaz hayatlar. Hiç yanım yok, okşar mı seni? Kalleşlerim yok, okşar mı seni? Yalnızım gelir kaçar, bir anım bulamam. Sinesine ağlasam, ölmesi bozulmaz. Yaşa, yaşa, yaşa benim Tədbirin sonunda bildirilib ki, Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzi bundan sonra da aktiv fəaliyyət göstərəcək. Mütəmadi olaraq müxtəlif mədəni tədbirlərə ev sahibliyi edəcək və şəhərin mədəni həyatına mühüm töhfələr verməyə davam edəcək. Eyni zamanda yaxın günlərdə keçiriləcək tədbirlər də elan olunub. Belə ki, 12 aprel tarixində mərkəzdə uşaqlar üçün 2 seanslı Qaraca Qız Kukla Teatrının tamaşası təqdim olunacaq. 24 aprel tarixində isə tanınmış müğənni Elton Hüseynəliyevin konserti baş tutacaq. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.